Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Ermənistan vətəndaşı Rubin Vardanyanın barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə öz işini davam etdirəcək. Qeyd edək ki, Rubin Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan sərhədlərini qanunsuz keçmə, insanlıq və sülh əleyhinə, bəşəriyyət əleyhinə cinayətlərin törədilməsi kimi maddələrlə təqsirli bilinir. Məhkəmə istintaqında hal-hazırda subutlar, faktlar araşdırılır, sənədlər tədqiq olunur. Ötən məhkəmə prosesində Rubin Vardanyana sərbəst ifadə vermək təklif olundu, amma o sərbəst ifadə verməkdən imtina etdi. Bundan sonra isə sənədlərin tədqiqinə başlanıldı. Qeyd edək ki, iş üzrə çoxsaylı sənədlər, subutlar toplanılıb. Həmin sənədlərin bir qismi Rubin Vardanyan həbs olunanda onun ofisində aşkarlanıb. Eyni zamanda onun Azərbaycan sərhədlərini qanunsuz keçdikdən sonra, ölkəmizə gəldikdən sonra, burada məskunlaşdıqdan sonra törətdiyi çoxsaylı cinayət əməllərini təsdiqləyən sənədlərdir, subutlardır, faktlardır. Rubin Vardanyan məhkəmə prosesində, açıq keçən məhkəmə prosesində özünün istədiyi vəkillə, müdafiəçi ilə təmin olunub. Qeyd edək ki, o bir neçə dəfə vəsadət qaldıraraq məhkəmədən vaxt istəyib, sənədlərlə tanış olmaq üçün. Ona hər dəfə qaldırdığı vəsadət müddətində kifayət qədər zaman vaxt verilib, həm məhkəmənin iş üzrə keçən sənədlərlə tanış olması, eyni zamanda məhkəmə iclaslarının protokolları ilə tanış olmaq üçün vaxt verilib. Rubin Vardanyan məhkəmə prosesində vəsadətlərini özünü istədiyi dildə, rus dilində təqdim edir. Bunun üçün o tərcüməçilərlə təmin olunub. Məhkəmə prosesi açıq keçirilir, media nümayəndələri də prosesdə iştirak edirlər və biz mütəmadi olaraq proseslə bağlı tamaşaçılara məlumatlar çatdırırıq. Bugün də növbəti buraxılışlarda bizim məlumatlarımız və eyni zamanda reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.